Salam millət, bu videonun mövzusu Lucid profilim haqqında məlumat olacaq. Bundan əvvəl də mən Blue Guardian Top Step haqqında məlumat vermişdim. Özümə istifadə etdiyim, bəyəndiyim fon hesabları haqqında məlumat verirəm. Burada heç bir affiliate link və yaxud da başqa bir şey paylaşılmır. Sadəcə istifadə etdiyim, tövsiyə gördüyüm profilimlər haqqında məlumat verirəm. Düşünürəm ki, bunlar bilməyiniz sizin üçün gözəldir. Çünki həm qiymət baxımından avantajlıdırlar, həm də yəni avantajları çoxdur, həm də yəni keçilmə qaydasında, qaydalarında bir problem çıxartmır. Burada özünüz fərqli bilinməyən profillərdə trade etməyinizdənsə, bunlarda trade etməyiniz düşünürəm ki, daha effektivdir. Lucidin avantajlarından danışacağam, nə kimi avantajları var. Amma bura keçməmişdən əvvəl qısa bir məlumatlandırma edim. Bildiyiniz kimi keçən ayda biz bir tələbə qəbul etmişdik ödənişsiz. Bu danışmışdıq əslində, bundan mütəmadi olur, sadəcə rəsmi şəkildə açıq elan etməmişdik. Bu gün yenə artıq aktivləşdirdi. Artıq hər ay olduğu kimi ödəniş tələbə qəbulu şərtləri də açıq şəkildə burada. İstəsəz, indi pluslar göndərilib həftə sonu canlı şəkildə bunu seçəcəyik yenə. Həftə 6-cı gün ola bilər və yaxud da bazar günü ola bilər. Axşam radiolarında artıq bir nəfər yenə qrupumuza əlavə edəcəyik. Qatılmaq istəsəz link aşağıda olacaq Telegram kanalımız. Oradan gəlib plus göndərə bilərsiniz. Ə, Bu qədər. Keçək fon haqqında. Demək millət, Lucid Pro firmi əslində hal-hazırda, yəni bu videolarını paylaşıram. Keçən həftə deyəsən, son paylaşdığım 2 videodan əvvəlki 3 video onun keçirilməsi idi. Onu biz Telegram kanalında danışmışdıq. Hətta maraqlı bir hadisə olmuşdu orada. Ə, Yəni az qalsın 1 dollar kimi bir şey qalmışdı keçməyə təsadüfi. Ə, Yəni sonradan keçildi təbii ki, yəni elə bir şey olmuşdu, maraqlı bir hadisə. Oradan uşaqlar xatırlayar. Ə, Yəni rahatdır qaydasında. Ən böyük avantajı da düşünürəm ki, Tradeway-ə bağlanması, yəni TradingView-ə bağlanmasıdır. Bu çox gözəldir, çünki orada artıq əməliyyat açan zamanı heç bir şey demək olar ki, hesablamağa ehtiyac olmur, rahat şəkildə əməliyyat açırsan. Ə, Yəni burada artıq Blue Guardian-da bunları çox-çox danışmışam deyə bu mövzulara çox da girməyəcəm. Gəlin detallara keçək. Azərbaycan dilinə çevirəcəm ki, daha rahat olsun. Demək millət, endirim kodu da verəcəm. Yəni endirim kodu da ümumi endirim kodudur, bilmirəm. Yəni mənim endirim kodum deyil. Aha, baxın, burada Pro versiya var, Lucid Pro versiya var, Flex var, Direct var. Flex, yəni tövsiyə etdiyim budur. Amma siz digərlərini də yoxlaya bilərsiniz təbii ki. Mən özüm ə, Flex istifadə edirəm. Demək millət, burada qaydaları açıq şəkildə yazılıb hamısı. Məsəl üçün Flexin 50K-sından danışacağam. Standart olaraq yəni 50K yəni ən bilsəz, yəni birin bilsəz demək olar ki, hamısını bilirsiniz. Eyni qaydalar da onsuz da sadəcə 50K üzərindən danışacağım. Deməli Flex 50K reset qiymətidir 95 dollar. Bu profit target. Aha, profit target yəni 3000 dollar sən profit əldə etməlisən. Yəni 50 min fon hesabını 3000 dollara qaldırmalısan. Maksimum loss 2000-dir. Burada daily loss yoxdur, yəni günlük itki yoxdur. Bu çox avantajlıdır əslində, günlük itki olmaması. Bəzi fonlarda gün itkisi olur. Əsasən 50 halda 1200 olur, 1250 belə bir şeylər olurlar ki, bu da əslində avantajdır. Yəni bunun mənfi tərəfi də var, düzdür, müsbət tərəfi də. Nəticə olaraq, yəni ümumi olaraq günlük itkiniz yoxdur, amma ümumi itkiniz 2000 dollardır və 3000 dollar da qazanmalısınız ki, fon hesabını keçməyiniz üçün. O deməkdir ki, millət, yəni gün ərzində dalğalanmaya baxılmayacaq. Günün sonunda artıq siz sonundakı hansı rəqəmdirsə, misal üçün siz 1000 dollar qazanmısınız, sonradan itirmisiniz 500 dollar, sonra təzədən qazanmısınız 300 dollar, artıq balansınız 800 dollardırsa, yəni nəticə olaraq son hesab nədirsə o götürüləcək gün və yaxud da mənfidəsə mənfi nədirsə, yəni günün sonu götürüləcək. Bu ardıcıllıq qaydası 50%. Bu o deməkdir ki, yəni sən bir dəfəyə ə, bir dəqiqə 50 coverage. Bir dəfə yəni sən fonu keçə bilmərsən. 3000 qazanmaq istəyirsənsə 3000-in 50% nə qədər eləyir? 1500 dollar, düzdürmü? Yəni sənin maksimum qazana biləcəyin məbləğ 1500-dür. Yəni maksimum sən 1500 qazana bilərsən. Bu gözəl tərəfi də Lucidin Blue Guardiandan ən üstün tərəfi mənə görə yəni daha güvənli olması və burada 50% qaydası, yəni keçilməmişdən əvvəl fon hesab challenge mərhələsində Blue Guardian-da 40%-dir, Lucid-də 50%-dir. Amma keçildikdən sonra, funded olduqdan sonra
Luciddə 50% söhbəti yoxdur. Yəni istədiyin qədər qazana bilərsən. Limitsiz. Amma Blue Guardian-da yenə də 40% davam edir. Aydındır? Yəni sən maksimum 40%, yəni 1200 dollar qazana bilərsən. 50 minlik hesabda maksimum 1200 dollar qazana bilərsən. Aydınmı? Bu o demək deyil ki, sən 50%-in üzərinə qalxdın, fon partlayacaq. Yox, belə bir şey yoxdur. Sadəcə orada artıq targetin dəyişəcək. Aydınmı? Yəni targetin dəyişəcək. Misal üçün deyirəm, sən 2000 dollar qazandın, 1500 qazana bilərdin maksimum, 2000 qazandın. Aydınmı? 2000 artıq nəyin 50%-idir? 4000-in, düzdürmü? Sən artıq 3000 yox, 54 min elədikdə, 4000 profit əldə elədikdə fon keçirsən, aydınmı? Yəni burada özünü artıq çətinə salarsan boş yerə. Bunun avantajı buradadır. Ona görə ortalama yəni 3 gündür keçinmə qaydası. Mən videoda da elə paylaşmışdım. Yəni baxsaz elə videonun başlıqlarına YouTube-da. Yəni o şəkildə keçmişdik fonu. Burada funded mərhələsində bir dəqiqə. Aha. Funded mərhələsində maksimum loss yenə 2000 dollardır. Sonra baxın burada ardıcıllıq qaydası yoxdur. Bu çox böyük bir avantajdır həqiqətən. Yəni digər fonlara görə, Blue Guardian-a görə danışıram. Top Step'də də belədir misal üçün. Sonra minimum, yəni minimum 5 gün trade eləməlisən. Aha, funded hesabda payout çəkmək istəyirsənsə, minimum 5 gün trade eləməlisən və hər günü də 150 dollar profitlə bağlamalısın. Ardıcıl olmaya bilər. Yəni, məsələn, bu gün bir trade elədin, sabah bir trade elədin, bir gün bir trade elədin, misal üçün 3 gün sonra bir trade elədin. Nəticə olaraq trade elədiyin günü 150 dollar profitlə bağladığın gün, 150 dollar profitlə bağladığın gün 5 gündən biri sayılacaq. Aydınmı? Misal üçün, sən 3000 qazanmısan, 5000 qazanmısan, amma 4 günü trade edirsən. Aydınmı? Yenə payout alamayacaqsan. 5-ci gün tamamlanmalıdır. Yəni 5-ci gün yenə 150 dolların üzərində bir profit əldə etməlisən. Aha, yəni minimum payout günü də 5 gündən biridir. Okay, burada əlavə activation fee, yəni burada yoxdur. Bu şəkildə. Düşünürəm ki, əlavə bir şeyə də ehtiyac yoxdur. Burada almaq istəyirsə də tıklayırıq bura. Mən trade weight olan bölməsini seçirik. Trading view, trade weight, Ninja Trader. Buranı tıklayırıq. Sonra bizi belə bir platforma qarşılayır. Burada isə millət endirim kodu var. Bu şəkildə. Bunu videonun aşağı hissəsinə yerləşdirəcəm. Buranı tıklayırıq və qiymət hal-hazırda belə olur. Aydın? Yəni nə qədər olur? Cəmi bu şəkildə. Yəni qiyməti belə olur və buradan artıq istədiyiniz kimi fon hesabını ala bilərsiniz. Aydın? Buradan da rahat artıq kart nömrəsi daxil edirsiniz, əlavə məlumatlar daxil edirsiniz və bu şəkildə profilimi əldə edirsiniz. Unutmayın, Blue Guardian-da bunu bilmirəm, demişdim, deməmişdim, yadımdan çıxıb. Əgər ki, Blue Guardian-da bir problem yaşasanız, millət, Tradeway-ə bağlasanız, əməliyyat açılmasa, orada kontraktı imzalamaq çox-çox vacibdir. Yəni, onu bilmirəm. Demişdim, deməmişdim. %90 demişəm, hətta 99 demişəm. Amma elə bir problem yaşasanız, mənə yazın. Orada kontrakt yerini göstərdim. Yəni, kontrakt imzalamasaz, Tradeway-ə bağlamısınız, hər şeyi bağlamısınız, amma yəni əməliyyat ala bilmirsiniz. Bunlar hamısı, yəni limiti açırsınız, limit aktivləşmir, iptal olunur. Bu artıq kontraktla bağlıdır. Kontraktı imzalamalısınız, aydınmı? Yəni rahat da orada keçirsiniz dashboard bölməsinə, orada kontraktı imzalayırsınız çox rahat şəkildə və kontrakt bölməsinə keçirsiniz, orada imzalayırsınız və artıq yəni rahatlıqla istifadə edə bilərsiniz. Baxın, bunun da eyni. Fon hesabını aldınız. Bax, fon hesabını aldınız. İndi mən keçəmirəm. Yəni o bölməyə. Fon hesabını aldıqdan sonra sizə bir Gmail gəlir. Gmaildə Tradeway-ə bağlanmaq üçün bölmədir. Mən də necə Tradeway-ə bağlamaq lazımdır, Blue Guardian-da göstərmişəm. Ona görə burada addım-addım göstərməyəcəm. Burada hesab nömrəsi və şifrəni götürürsüz. Aydın və şifrəni götürürsüz. Tradeway-ə əlavə edirsiniz demo bölməsində, millət demo bölməsində Tradeway-ə əlavə edirsiniz və artıq Tradeway-ə qoşulur. Bu qədər sadədir əslində. Başqa da çətinlik yaşasanız, Blue Guardian-la bağlı, burayla bağlı ki, yəni texnik tərəfdə mən dəstək göstərərəm. Telegramdan yazsanız, YouTube-un yorum hissəsinə yazsanız, mən dəstək göstərməyə çalışıram. Sağ olun millət, hər biriniz Allah amanında.